Ləman xanım, mən babam haqqında danışmaq istəyirəm. Alo. Aha xanım. Ləman xanım, deyir, mənim babamın 80 yaşı var. Bu kişi də hər cür içir gəlir evə. Biz bunu nə çare tapaq ki, nə məsləhət edək ki, bu içməsin. Xanım, neynim arağı yığışdırdırım dükanlarda. Bilirsiniz necə, Ləman xanım, məsələn, içir keçən səfər maşın vurur. Məcbur səsə bağlayıb cavab verirəm. Ürəyim sıxıldı. Nətər səsə bağlı? Səsim gəlirdi. Yox, hə, şükür. Qorxdum, ay qız. Buyurun. Sen ürəksən, Ləman. Həmdullah, sən... Bunu söyləmədim, amma qəşəng söz dedim. Xortum Bay King'dir. Çünki bax onu kimi girir çıxır. Mən it kimi iyi bilən insanam ha. Bay King'in səhifəsidir o. And ol Allaha. O həmin adamdır. Girib çıxmağından bilirəm. Buyur. Salam, buyurun. Hə. Sənin bir dənə dostun var, ha? Alo. Hə, də iştirəm. Bir tane dostum var. Üçün mən onu yazanda yazır ancaq. Çox söyləyir. Bir də ki, plazada eğitim. Ay qardaş, mən xırdavat deyirəm siz üçün hər suallarınıza cavab verim sizin. Sənin dostun sənə yazmağından, gec yazmağından mənə nə adiyyatı var? Çox adiyyatı var. Yəni, məsləhət verirəm də, sizə məsləhət Hə. Hə. Məsləhət verin də, yığmışam məsləhət almaq istəyir. Gec yazırsan da gec yaz. Какой привет, такой ответ. Hayda, mən nətər deyim, mən elə bir şey, o qardaşım kimi çox istəyirəm. Ona görə eləyə bilmirəm də, gec yazırım. Çünki qardaşlar bir-birinə bütün günü yazır ki. Məndə elə dördə, məndə başqa cürdür, elə bir şey. Nətər? Sevirsin. Başqa cür nətər? Böyle bir şey danışsa, ben nətər? Belə başa düşdüm. Hə, şükür, şükür, hə. Bəlkə dostum kimi, qardaş kimi elə bir şey. Bildim də, indi bu qardaş yazışmağı xoşlamır da, nə dirəm bizən? Hə, oğlan xeylaq. Bir-birinə yazışacaq. Bütün günü demirəm, məsələn deyirəm də. Deyirəm ki, yəni... İradə xarçası. Ehtiyacı olanlar ona yazıb da. Hə, onda onu rəhbərə çıxsın getsin. Əgər elə bir adamdırsa, sənə ehtiyacı olandan onu axtarırsa, elə dost sənə... Pul lazım olanda. Hə, onu da onu ləğv elə, ona ümumiyyətlə imtina elə onu. Təmənnası evli bir qardaş kimi çox istəyirəm. Elə insanlardan zəhləm gedir. İstifadəçi, pulgir, pulu öndə görən insanlar heç vaxtı sənə xeyir verməz. Elə insanları vızqırt elə. Həqiqətən elə insanlar insan həyatına uğursuzluq da gətirir. Pulu öncəlik tutdusan həmin adamı rədd elə. Bu olmalıdır. Bu nətər yaxşı adam yoxsa? O Bürcünə deyir ki, insanın yaxşılığı nə adiyyatı var Bürcə? Yəni nə mənada? Bürcü insanın xarakteridir, xarakter daşıya bilər. Qısqanclıq nə dərəcədə o da boş-boş şeylərdir. Bürcünə adiyyatı var ay balağa uşaq. Sən bu dostuma bağlanmısan, qırıl bundan. Allah hamd olsun. Ay xortum, çox sağ olun. Bildim, yaxşı, çox sağ olun. Bir 100 dənə ondan at bəsdir. Get yat. Əkizlərdir, hə? Alo.